cəmiyyətimiz sanki ortaya bir bomba atılmış kimi bir təəssüratdadır. Nəyə görə? Çünki bir 90-ın sonlarından etibarən, 90-cı illərin sonlarından etibarən Azərbaycanın tikinti sektoruna qədəm qoyan, iş dünyasına qədəm qoyan bir insan 2025-ci ilin aprel ayında gəlir və deyir ki, filan sahələrdə ciddi problemlər var, nə bilim, negativlər var. Bunu ittiham olaraq demir, faktları sadalayaraq həm də cəmiyyətə çatdırır. Mən öncə Fazil bəy, bir millət vəkili olaraq həm də bu sahələr, orada adı çəkilən demək negativ sahələrlə bağlı, həm də müəyyən araşdırmaları olan, fikirləri olan bir insan kimi sizdən soruşmaq istəyirəm. Bu belə deyək, bu müsahibə Azərbaycan gerçəklərini və negativlərini mi ortaya çıxardı, yoxsa buna sadəcə bir iş adamının özünü xilas etmə çabası kimi baxmaq lazımdır? Burada əslində məsələ kimin üçünsə kifayət qədər aktual ola bilər, kimin üçünsə sıradan bir məsələ kimi baxıla bilər. Bu müqəddəsliyə baxılan subyektiv mövqe kimidir. Məsələn, Ayasofya nə qədər ki xristianların məbədi idi, müsəlmanlar ona müqəddəs baxmırdılar. Elə ki, Ayasofya məscidə çevrilən kimi müsəlmanlar üçün də müqəddəsləşdi. Eyni ilə bütün cəmiyyətlərdə olan şəxsiyyətlərə münasibət elədi, dində olan şəxsiyyətlərə də münasibət elədi. İndi bir nəfər Azərbaycan cəmiyyətində bu cür sensasiyalar birinci dəfə olmur. Sübut eləmək istəyib ki, mən savadsız olsam da qabiliyyətim var, qabiliyyətimə görə gəlib böyük bir imkan sahibi olmuşam və imkan sahibi olmağımda da rolu alimləri doğru idarə etməyimdə olub. Həqiqətən də indi alimin funksiyası pul yığmaq deyil, pul qazanmaq deyil. Alimin funksiyası öz düşüncəsini, intellektual məhsulunu hansısa formada cəmiyyətə təqdim eləməkdir. Bunu bir iş adamı da onu öz himayəsinə götürüb elətdirə bilər, dövlət də götürüb elətdirə bilər, ya başqaları da. Ona görə də yəni burada məncə çox bizim gözlədiyimiz bir hadisə baş verməyibdir. Sıradan insan fikirlərini açıqlayıbdır və bəzən də biz bu məsələnin üzərinə gedəndə cəmiyyətdə çox insandan səmimiyyət gözləyirik. O səmimiyyətlə nəyisə demək istəyən insanlar belə gizlənməyə başlayacaqlar ki, mən səmimi nəyi deyim. İndi insan öz dünya görüşünə görə fikirlərini açıqlayır. Fikirləri təbii ki, nöqsanlı fikirlər var, müəyyən cəmiyyət həyatında qəbul olunması mümkün olmayan görüşlər var. Məncə bundan daha acınacaqlı cəmiyyətdə faciəli başqa bir proses baş veribdir. Yəni mən bu məsələni cəmiyyətin diqqətin yönəlməsini da normal qarşılayıram. Çünki biraz bizim daha çox əyləncə modeli kimi bu məsələlərə baxışımız var. Yoxsa bunun hansısa bir nəyinsə ifşa olunması, nəyinsə üzə çıxması kimi baxılmasından daha çox əyləncə kimi baxılması, mizah kimi baxılmasına yönəlik bir tendensiyanı görürəm. Amma ən böyük faciə bilirsiniz nə baş verdi? Bu günlərdə qısa metrajlı bir film çəkilib. Bu filmin demək çəkənlər hansısa bir bölgənin adını çəkiblər və bu bölgənin demək adını çəkmək bir qəbahət sayılıb və yaradıcı insandan üzr istənib ad çıxarılıbdır. Bu bilirsiniz nə deməkdir? Bu Azərbaycan cəmiyyətinin gələcəyində yaradıcı insanın gözünün qorxudulması və hər kəsin yaradıcılıqdan uzaq olaraq mühitin mövcudluğunu qoruma, mühafizəkarlıq xarakterində öz həyatını davam etdirməsi deməkdir. Yəni bu cəmiyyətdə artıq düşüncə, hansısa bir şəkildə nəyəsə münasibət bildirmək olduqca çətinləşməyə başlayacaqdır. Və burada ən böyük acınacaqlı durumlardan biri odur ki, yaradıcı insan özü öz cəsarəti ilə özünü müdafiə etmə xarakterinə sahib deyil. Yəni mən bunu yaratmışam, axıra qədər də müdafiə eləyirəm, düzgün yaratmışam. Yəni təsəvvür edin, sabahları mən bir əsər yazıram, bir kəndin adını çəkirəm, o kənddə kriminaldan yazıram. O kənddə deyək ki, hansısa bir oğurluqdan yazıram. Bu kəndin cəmaatı töküləcək ki, bizim kənddə oğurluq ümumiyyətlə olmur, bizim kənddə heç kimi öldürmürlər, bizim kənddə ümumiyyətlə xəyanət olmur. Bu yanaşma əslində Şərurlu İsfəndiyarın məsələsindən çox faciəli bir vəziyyətdir. Yəni, vaxtilə bir rejissorun, bir yaradıcı adamın yanaşmasına münasibət də onu göstərir. Vaxtilə, baxın, indi erməni mövzusu bizdə həssas mövzuydu, Əkrəm Əhlisti mövzuda yazanda insanların təbii refleksini anlamaq mümkün idi. Amma indi artıq hansısa bir şəkildə hərənin müəyyən elədiyi bir müqəddəslik var. Məsələn, müqəddəslik subyektivdir də. Siz bir kəndinizin yanında yerləşən bir piri müqəddəs saya bilərsiniz. Kəndinizdə bir hansısa bir
din adamını müqəddəs saya bilərsiniz. Mən də deyək ki, Axundovu müqəddəs saya bilərəm, Mirzə Cəlili müqəddəs saya. Mənim üçün toxunulmaz odursa, sənin üçün odur. Biz yəni xristianlarda olduğu kimi kimisə kilsənin qərarı ilə müqəddəs elan eləmirik ki, bizdə sadəcə subyektiv insan dəyərləndirməsi var. Amma mən hesab edirəm ki, biz daha çox bu müzakirəyə yönəlməliyik və yaradıcı insanın düşüncəsini ortadan qaldıra biləcək məhdudiyyətlərə münasibətimizi ortaya qoymalıyıq. Baxın, bir teatrda bir baş verən proseslərə baxın. Teatrın rəhbərindən hansısa bir şəkildə rol alma davası aparıla bilər. Yaxud da idarə etmədən narazılıq bildirilə bilər. Amma şəhidlik üzərindən bir manipulyasiya edilərək bir, deyək ki, idarə rəhbərini, müəssisə rəhbərini, yaradıcı şəxsi şəhidlərə hörmət etməməkdə suçlamaq. Bu nə deməkdir? Bu subyektiv dəyərləndirmə ilə cəmiyyəti qıcıqlandırmaq üçün hansı yollar seçilir? Və ona görə də mən hesab edirəm ki, yaradıcı həyatımızda qısırlaşma, yaradıcı həyatımızda bu məhdudiyyət, göz qorxutma Azərbaycan gələcəyi üçün ən böyük təhlükələrdən biridir. Yoxsa çünki vergidə bu baş verdi, tikintidə negativ var. Rəsmi yoxsa bu məhəllə? Qeyri-rəsmi. Dövlət də bu məsələdə mütləq müdafiə eləməlidir yaradıcı şəxsləri. Dövlət onun arxasında durmalıdır. Söhbət nədən gedir? Söhbət mehriban. Qısa metrajlı film çəkilir. Təxminən mən də bilirəm. Bu filmi çəkilir. Bir kəndin adını çəkib. Başa düşdüm, olmaya bilər orada da. Amma bu formada bir yaradıcı adamların hansısa bir şəkildə təzyiq altında saxlanması, bu yanlış bir şeydir. Hansısa bir, deyək ki, Sabirabaddan, Naxçıvandan, hardansa bir negativ bir şey verilir. O təzyiq belə... Fiziki təzyiq olub və onlar qorxularından sonra bığlarını və saqqallarını qırxıblar, sonra da həmin yaradıcı üçün filmi siliblər. Bu artıq Azərbaycan cəmiyyətində dünyəvi dövlətin instinktinin zəifləməsi deməkdir. Və dünyəvi dövlətdə sərbəst fikir azadlığı, konstitusiyada nəzərdə tutulan insan azadlığı, insanın öz demək, yaradıcı baxışlarını ortaya qoyma azadlığına qarşı böyük bir təhdiddir. Və o baxımdan mən göstərirəm ki, nədənsə narazı ola bilərsən, hansısa bu orada hüquq mühafizə orqanlarına şikayət edə bilərsən. Amma bu formada insanların hansısa bir şeirə görə, hansısa bir əsərə görə, hansısa bir tarixi araşdırmaya görə bir yaradıcı insanları linç etməsi, bu Axundovun beşikdə öldürülməsi deməkdir. Mirzə Cəlilin beşikdə boğulması deməkdir. Sabah yetişməyən bir düşüncə adamının yoxluğu məhvi deməkdir. Və bu baxımdan mən hesab edirəm ki, bu cür ifşa, nəsə, hansısa bir proses, saxta diplom, indi məsələn deyir saxta diplom məsələsi deyək, birinci dəfə deyil ki, ortaya çıxır. Saxta elmlər doktoru, elmlər namizədi, bu cəmiyyətdə bilinən şeydir, plagiat elmi əsərlər, bu bilinən şeylərdir. Bunlar, yəni, bu var, vicdanlı elm adamı da var, deyək ki, heç nədən hansısa bir yollarla müdafiə edən insanlar var. Ali məktəblərə demək, hansısa bir şəkildə daxil olub diplom alanlar var. Bunlar hamısı var onsuz da cəmiyyətdə. O Şəruli İsfəndiyar dedi, demədi, bunu o qədər deyək bir yenilik deyil ki. Və bunların qarşısını almaq üçün də müəyyən cəhdlər göstərilir, müəyyən işlər görülür, amma görülməlidir də bundan sonra. Əsas bizi narahat edən Azərbaycan kimi bir cəmiyyətdə, müstəqilliyin təzə qazanmış bir cəmiyyətdə yaradıcı elitanın söndürülməsidir. Yaradıcı düşüncənin buxovlanmasıdır. Və biz əgər sabahları belə eləsək, normal bir film çəkə bilməyəcəyik. Normal bir yazarımız bir əsər yaza bilməyəcək qorxudan. Və özünü də müdafiə eləmə xarakteri olmayan yaradıcı adamlarda da qınayıram mən. Hər kəs öz yazdığının arxasında durmağı bacarmalıdır. Çünki sən cəsursansa, sən cəmiyyətdə bir var mühiti qoruyursan, yüz minlərlə, milyonlarla adam mühiti qoruyur. Amma cəmiyyətin içində 5 nəfər çıxır, deyir ki, mən bu cəmiyyətdə olan bu negativləri dəyişmək istəyirəm. Baxış bucağını dəyişmək istəyirəm. Hansısa bir reallığı göstərmək istəyirəm. Məyər ölkədə əxlaqsızlıq yoxdur? Məyər ölkədə deyək ki, hansısa bir şəkildə insanların bayağı həyatı TikTokda falan da gündə görmürük? Bunu ifşa eləyəndə demək, kiminsə xoşuna gəlməyəcək deyə linç eləyəcək yaradıcı adamı. Məncə Şəruli İsfəndiyar məsələsindən daha faciəli məsələ budur. Və bir də baxın, bir teleaparıcı da bir fikir səsləndirmişdi. Məsələn, hamı gəldi bir teleaparatçının üstünə. Qardaş, bu savadsızlıqdır da böyük əksəriyyət. Təhsil problemidir da. Təhsilin vəziyyəti ona gətirib çıxarıb ki, sənin üzə çıxardığın teleaparıcı belə fikrini doğru ifadə eləyə bilmir. Milyonlarla Azərbaycan uşağı fikrini normal ifadə eləyə bilmir. Bir essay yazma qabiliyyətinə sahib deyil, mütaliə eləmir. Ya biz bunun üzərində, qlobal problem üzərinə yönəlsək məncə,
daha doğru cəmiyyətə mesaj yaxud da düşüncə aşılamış olar. Fazil bəy, cəmiyyətə ən çox müzakirəyə səbəb olan Pənah bəy az öncə istinad etdiyi məscid, məktəb məsələsi oldu ki, bütün müsahibə, korrupsiya ittihamları, qanunsuzluq, saxta diplom, həkimlər və s. hamısı ilə bağlı deyilən o bütün fikirlər sanki bütün sistemi ayrı-ayrı qollarını tamamilə tənqid edən bir iş adamının bütün fikirləri qaldı qıraqda, ancaq o məsələ üzərinə diqqət yetirildi. Sonra isə dünən bilirsiniz ki, biraz təksib verdi ki, fikirlərim yanlış anlaşılıb. Mən din adamlarına inanmıram, onlardan xeyli belə deyək də dələduzluq görmüşəm, ona görə inamım sarsılıb və s. Cəmiyyətin bu məsələdə bu qədər həssas olmasının səbəbi nədir? Hə, o başqa məsələ ki, məscid niyə sökürsən, get məktəbi başqa yerdə tik. Bu günə qədər də məktəb tikməlisən. Sonra deyir ki, məktəb tikməyi ilə də hasant deyil, kimdir mənə icazə verən və s. Sizcə bu məsələdə cəmiyyət niyə məhz bunun üzərinə fokuslanır? Biz yəni dini dəyərlərimiz son illər xüsusilə belə deyək də güclüdür, yoxsa demək digər məsələlərlə bağlı danışmaq cəmiyyətimiz üçün siz demişkən artıq adidir. Onsuz da bilirik bunların hamısını deyir və keçir. Bizdə bir ifadə var, deyirlər bığın baramıya nə dəxli. Yəni hər ikisi B hərfi ilə başladığına görə bir əlaqəsi vardı. Əslində məntiqsiz bir fikir, söz, ifadə. Amma olanda onun cavabı belə olur ki, hər ikisində B hərfi var. Bəli, ikisində maraqlıdır ki, bu məsələn məscidin sökülməsi yaxud da məktəbin tikilməsinin əlaqəsi nədir? Bunun heç bir əlaqəsi yox, məntiqi əlaqə yoxdur. Yəni bu məntiqsiz bir dildən çıxan və ağlın müəyyən dərəcədə idarə etmədiyi bir ifadədir. İndi biz bu cür fikirlərə qalsa 7 oğul istərəm də Bəxtiyarın məşhur bir sözü var. Məscidlər də öz-özünə bağlanacaq falan. Onda biz Bəxtiyar filmindən o epizodu kəsib çıxartmalıyıq mı? Filmi doğramalıyıq mı? Orada xeyli doğramalı epizodlar sayıla bilər. Yaxud da məsələn hansı məscid dəyərlidir? Hansı məscid? Axund Şirəlinin məscidi ya deyək ki Gövhər ağa məscidi? Yəni söhbət ondan gedir ki, Azərbaycan cəmiyyətində bir müqəddəsləşdirmə xəstəliyi var. Faydalını dəyərləndirmə anlayışı çox zəifdir. Təbii ki, hər hansı bir məscidin sökülməsi absurd və anormal bir çağırışdır. Heç kim də buna Azərbaycan cəmiyyətində ciddi yanaşmaz. Hətta hansı dövr olsun, məscidi söküb yerində ev tikənə belə yaxşı baxılmır. Tamamilə doğru. Amma söhbət ondan gedir ki, bir xalq üçün əslində, məsələn, mənim üçün Azərbaycanda müqəddəs yer anlayışını söyləsən, ağlıma gələn birinci Bakı Dövlət Universiteti olar. Ya müqəddəs yerdir də. Çünki burada bizim irəliyə aparan, tərəqqini təmin edən 100 minlərlə, 10 minlərlə insanımız yetişibdir. Demək, nə faydalı yetişirsə, müqəddəsliyi biz orada axtarma tendensiyasına qayıtmalıyıq. Ona görə də məntiqsiz bir hansısa bir fikrin o iki sillagizm bir-birinə uyğun gəlmirsə, oradan nəticə çıxartmaq mümkün deyil. Fazıl bəy, amma icazə verin. Bu məntiqsiz bir yanaşmadır. Sözünüzü kəsmək olmasın, amma etiraz eləməyə bilməyəcək. Bəli, bəli. Hər halda faydalılıq və müqəddəslik məsələsini eyniləşdirməsi çox ciddi bir mənim fikrimcə yanlışlıqdır. Bəli, bəli. Hər faydalı olan, bəli. Hər faydalı olan demək heç də müqəddəs əlbəttə deyil. Ümumiyyətlə faydalı olan da müqəddəs deyil. Müqəddəs ümumiyyətlə müqəddəslik dini kateqoriyadır. Amma niyə insanlarda bu həssasiyyət Səviz xanım da sual edir? Bu niyə artıb? Onun yəni başqa şey yoxdur. İçində yaşadığımız dövr müəyyən sivilizasiyaların, müəyyən dinlərin, müəyyən mədəniyyətlərin, müəyyən dəyərlərin həm də bir savaşma həddinə qədər olan bir qarşı durma, həm də əks durma dövrləridir. Və açıq aydın biz görürük ki, bugün bu savaşda, bu savaş yeri gəlmişkən təkcə millətlər, xalqlar arasında keçmir. Dinlər arasında, mədəniyyət arasında, bu hər bir insanın içindən keçir. Amma diqqət eləsək ki, bu savaşda bunun aktuallaşması, insanların da məsələyə diqqətinin və həssasiyyətinin artması bununla məncə bağlıdır ki, hal-hazırda məhz hücum müqəddəs sayılan məsələlərin üzərinə gedir hər iki tərəfdən. Hər tərəf. O baxımdan da, yox, mən ona görə deyirəm ki, mənim fikrimcə. Deyirsiniz, Azərbaycan cəmiyyətində bu cür barometrlə baxılmaq olmaz. Onda cəhalətə, nadanlığa sevgi də artıb. Məsələn, mən sizə bir nümunə göstərəcəyəm, bir nümunə deyəcəyəm. Məsələn, Bakıxanov qəsəbəsində yüzlərlə, demək, sənət adamının, düşüncə adamının yetişməsinə səbəb olan bir mədəniyyət evi var idi. Bu mədəniyyət evi söküləndə heç kimin, orada yaşayan insanların böyük əksəriyyəti buna hansısa bir reaksiyası üzə çıxmadı. Niyə sizcə? Cahillik də ona görə. Mən elə cavab vermirəm. Amma mən sizə bir şey deyim. İnsan cəmiyyətin ona nə təqdim olunubsa ki, bu dəyər olaraq,
İnsan onu da öyrənmədən, oxumadan onu əbədi olaraq davam etdirir. İndi Peyğəmbərimiz onu öyrədilərini təbliğ edirdi. Yox, söhbət ondan Ona görə də məsələləri bir fərqləndirək. Söhbət ondan gedir ki, şəxslərin də müqəddəsləşməsi orada. İslam dinində müqəddəs olan nədir? Müqəddəs olan verilən kitabdır da. Kitabın üzərində insanlar mühakimə yox. Amma siz indi İslamda 100 dənə cinah var. Hərə özü üçün müqəddəs bir şəxsiyyət yaradıb. Sən onun şəxsiyyətinə inanmırsan, o biri onun şəxsiyyətinə inanmır, amma onun üçün müqəddəsdir. Demə birinə toxunanda o birinin yarpağı silkələnir, yarpağı düşür yerə. Söhbət nədən gedir ki, biz Azərbaycan cəmiyyətində bunu təlqin eləməməliyik. Biz Azərbaycan cəmiyyətində faydalı olan dəyərləri təqlid edilir. Cəmiyyəti ona yönətməliyik ki, cəmiyyəti ona yönətməliyik ki, subyektiv nədir? Bakı Dövlət Universiteti, universitet subyektivdir. Təhsil ocağı, mədəniyyət ocağı subyektivdir. Mənim demək istədiyim odur ki, bir Şamaxının bir kəndində Malakanın tikdiyi mədəniyyət evi uçuq salxaq tökülüb qalır, mövcud olur. Biz yeni saldığımız 35 minlik, 50 minlik bir qəsəbədə əhalinin böyük əksəriyyəti mədəniyyət evinə zərurət duymur. Söhbət ondan gedir ki, Almanın Şəmkirdə tikdiyi mədəniyyət evi durur. Amma hamımız villalar tikirik, hər şeylər yaradırıq. Amma o mədəniyyət evini dirçətmək anlayışını daşımırıq. Nəyə gedir söhbət gedir? Niyə elədi? Yox, bunun cavabı mən istəyirəm. Sizcə niyə? Bunun sosial səbəbi nədir? Psixoloji fərdi səbəbi nədir? Tarixi səbəbi nədir? Siyasi səbəbi nədir? Mən öz cavabımı verəcəm. Bunun tarixi səbəbi odur ki, tarixi səbəbi Qəm Pəncərəsi filmində verilibdir o. Məktəbə getməmək uğrunda uzun illər mübarizə aparan və bu gün də məktəbin hansısa şəkildə deformasiya uğramasına laqeyd qalan insan çoxluğu gələcəkdə yenidən Molla Sadığın sistemi içində formalaşan dəyərlərə yönəlməkdədir. Və bu dəyərlərə yönələndə də biz bunun qabağını sonra ala bilməyəcəyik. Mənim üçün, məsələn, bu günlər Azərbaycanda ən böyük dəyər, Azərbaycan ən böyük 21-ci əsrdə, 20-ci ən böyük uğuru nədir? Mənim üçün ən böyük uğur dünyəvi dövlətdir. Niyə dünyəvi dövlətdir? Mən çevrəmdə bütün dini xarakterli, İslam xarakterli dövlətlərə baxıram, orada İslamın yaşanmadığını görürəm. Harada ki, İslam sərbəst yaşanır? Türkiyədə, Azərbaycanda məcburi kiminsə başını bağlayırlar, məcburi kimisə oruç tuturlar. Mövzunu qarışdırmayaq. Yox, mən sənə nəyə gətirirəm? Gətirirəm ki, siz sanki bir kütlənin xoşuna gəlmək üçün hansısa nəyisə müdafiə edirsiniz. Amma sonradan bunun zərərini icazə verin. O qadağaların içində qalanda özünüz eləyəcək. Milli mənəvi dəyərlər kateqoriyasında biz danışanda məscidlərdə, ibadət yerlərində, sinaqoqlarda hamısını bura daxil edirik. Demək, məscid həm də mədəniyyət yeridir. Məscidin Azərbaycanda hamısı mədəniyyət yerinə çevrilibmi? Bu sualı vermək lazım. Bir qism, məsələn, yaxın ad çəkmək istəmirəm ölkələrdə, məscid bir terrorun əsas yerlərindən biridir, partladırlar. Özdə müsəlmanlar partladır. Məsciddə hansısa bir şəkildə mədəni dəyərlərin inkişafına yönəlik, hansısa bir şəkildə təzahürlər ortaya çıxmır. Və söhbət ondan gedir ki, xalqın mənəvi dəyəri olan məscidlər də xalqın bir mədəniyyət ocağına çevrilməlidir. Məscidin kitabxanası ilə, orada olan diskusiyası ilə, müzakirələri ilə, din mövzusu olsun, başqa mövzular olsun, bunların hamısını əhatə eləyə biləcək. Çox maraqlı tezdir ki, həm də məscidlərimiz, həm də mədəniyyət yerlə çevrilir. Söhbət ondan gedir ki, biz məsələn Azərbaycan dövləti olaraq dinə baxışımız iki cür ortaya qoyulmalıdır. Bir, ümumiyyətlə bu kateqoriya namaz qılan sayı artır, oruç tutan sayı artır. Bu keyfiyyət göstəricisi mənasına gəlmir. Bu hansısa cəmiyyətdə ədalətin artması, dürüstlüyün artması, təmizliyin artması mənasına da gəlmir. Bu insanların fərdi seçimidir. Kimsə oruç tutar, kimsə inəyə inanar, kimsə sicana inanar. Alim adamsınız. Bir dəqiqə, niyə tutur başqa mövzudur. Mən söhbət nədən gedir ki, bu bizim yəni fəxarət duyduğumuz mövzu deyil. Fəxarət duyduğumuz mövzu nəticədir. Ədalətlik, dürüstlük, məsələn, hansısa bir şəkildə din məsələn insanı aqilləşdirir, müdrikləşdirir, saflaşdırır, elə insanlar qatilləşdirir. Elə insan var ki, din onu çevirib bir qatilə. Bir fikir üçün, həmən dində nə dəxli var ki? Eyni kitaba isnad eləyən, eyni kitaba isnad
eləyən bir yanaşmadır. İnsan şuuru hansını seçirsə onun üzərində. İndi bizim yanaşma budur ki, ümumiyyətlə bu olmalıdır. Biz dini ideoloji olaraq təqdim eləyən baxışın qarşısında olmalıyıq. Biz dinçiliyin qarşısında olmalıyıq. Yəni, dinçilik, dini inanç kimi yaşamaq deyil. Dini ideologiya kimi yaşamaqdır. Bir rəhbərdən göstəriş aldın, dini rəhbərdən, bir şeyxdən, hansısa bir hocadan aldın, onu cəmiyyətdə başladın bir dəyər olaraq təqdim eləməyə və insanları radikallaşdırdın, insanları müəyyən dərəcədə normal həyat düzəninə qarşı çıxış eləyən bir təhlükəyə çevirdin. Bu artıq ondan sonra nə başlayır? Artıq başlayır sən hər bir şeyi dinə zidd adı altında linç eləməyə, qadağan eləməyə, sıradan çıxartmağa. Sabah talibanlaşırsan, qadınların məktəbə getməyini haram sayırsan, İranda kiminsə başını aşmağını haram sayırsan və sonra da məcbur olursan ki, cəmiyyət məcburi hamısı ibadət eləyən kimi görünməkdədir, amma evin içində hamı içkisini içəcəkdir, hamı öz həyat tərzini başqa cür keçirəcək. Amma normal bir cəmiyyətlərdə dini inanc kimi yaşamağa şərait yaratmaq lazımdır. Dövlət vicdan azadlığı maddəsi var konstitusiyada. İmkan yaradırsan ki, bu sənin fərdi məsələndir. Dövlət də sənin fərdi məsələni ictimai yerdə sərbəst həyata keçirmək üçün məscidi yaradır, qoruyur, mühafizə eləyir. Baxın, hər məscidimiz mühafizə olunur. Dövlət baxır ki, bunu qorumaq lazımdır və düz də eləyir. Amma sən bu həddi biz müəyyən eləməsək, sabah biz bu ən böyük dəyərimiz olan babalarımızın yaratdığı, ziyalılarımızın uzun illər mübarizə apardığı və insanları aşırı özünü həlak eləyən, özünü deyək ki, xəsarət yetirən bir din anlayışından normal, mədəni, deyək ki, ibadət anlayışına gətirən bir səviyyə çatdıran bizim sistemimiz, siyasi sistemimiz zədələnə bilər. Söhbət ondan gedir ki, ona görə bizim reaksiya verəcəyimiz məsələlər daha çox dünyəvi dövləti, insanların yaradıcılıq azadlığını poza biləcək məsələlər üzərinə gələn təhdidlərin qarşısında durmaqdır. Və bu təhdidlərin qarşısında durmayanda sabahları bunun bədəlini necə ki 1978-ci ildə 79 İran ödədi. Bunun bədəlini hansısa Zahir Şahın vaxtında normal mədəni universitetə gedən, təhsil alan bir əfqan cəmiyyəti ödədi. Və biz ona görə bu təhlükə barədə Azərbaycan cəmiyyətinə bildirməliyik ki, bu tendensiyalar sadə baxın. Kimisə linç eləyirlər, kimisə sustururlar, kimisə ki, mənəvi dəyərimiz adı ilə dinə deyək ki, münasibətdə hansısa bir suçluyurlar. Dinə qarşı ümumiyyətlə bu cür qarışmaq doğru deyil. Dövlət ümumiyyətlə dinə niyə qarışırsa? Fərdi həyat kimi yaşa. İndi baxın, biz özümüzə qarşı terror hadisəsi baş verdi. Mən çox rahatlıqla söyləyirəm. Mən cəmiyyətdən, təbii ki, insanlar duyğularını gördüm. Amma bir yaradıcı, Akşin Yeniseydən başqa bir yaradıcı adamın yazısına rast gəlmədim ki, bu tendensiya nə deməkdir? Nəyə görə idi? Fikrə görə də. Fikir söyləyirəm, kiminsə xoşuna gəlmir. Sən xoşuna gəlməyəcək deyə mən fikrimi söyləməyəcəm. Mən öz cəmiyyətimin məsuliyyətini daşıyıram. Mən tendensiyanın hara getdiyini eləyirəm. Amma bir siyasi partiyadan, bir yaradıcı ittifaqdan, mən bir dənə, mənim üçün fərqi yoxdur. Mən nəyə görə bayaq deyirəm? Bu nə idi? Qorxurdumu həmin kəsimlə? Yox, məsələ burasındadır ki, yox, mənim yanaşmam budur ki, hər kəs öz fikrinin müdafiəçisi olur. Görürsünüz, mən qətiyyətlə öz fikrimi, bax, indi yeni kitabım çıxacaq, yazıram, mən öz fikrimi müdafiə edirəm. Pənah bəyin qarşısında ya başqa bir oponent, dostların, o birinin qarşısında öz fikrimin doğruluğunu sübut eləməyə çalışıram, mən niyə geri çəkilməliyəm? Mən öz xalqımın, əgər hiss eləyirəm ki, bu təhlükəyə çevrilir, əgər xalqım üçün bu din təhlükəyə çevrilirsə, xalqım üçün hansısa bir sosial gərginlik təhlükəyə çevrilirsə, hansısa bir düşmən təhdidi təhlükəyə çevrilirsə, mən bunu söyləmək məcburiyyətindəyəm. Yəni, demək istədiyim odur ki, mən razıyam ki, müəyyən şeyləri biz indi dəyərləndirmədə bir qədər ehtiyatlı olmalıyıq. Amma elə şey var ki, biz görürük ki, bu tendensiya yaxşıya doğru getmir. Çevrəmizə baxırıq, baxırıq bu ölkələrin yaxın tarixinə. Azərbaycan o tarixə uyğun gələn bir formatda artıq yönəlməkdədir. Biz bunun qarşısını almalıyıq. Və o baxımdan mən hesab edirəm ki, biz müəyyən mənada məktəbin müqəddəsliyini qaytarmalıyıq. Universitetin müqəddəsliyini qaytarmalıyıq. Müqəddəs deyəndə yada birinci hansısa ibadət yerindən daha çox təhsil yeri düşməlidir.
Ya biz yeni cəmiyyətik, modern bəy. cəmiyyətik. İndi baxın, biz özümüzə qarşı terror hadisəsi baş verdi. Mən çox rahatlıqla söyləyirəm. Mən cəmiyyətdən, təbii ki, insanlar duyğularını gördüm. Amma bir yaradıcı, Akşin Yeniseydən başqa bir yaradıcı adamın yazısına rast gəlmədim ki, bu tendensiya nə deməkdir? Nəyə görə idi? Fikrə görə də. Fikir söyləyirəm, kiminsə xoşuna gəlmir. Sən xoşuna gəlməyəcək deyə mən fikrimi söyləməyəcəm. Mən öz cəmiyyətimin məsuliyyətini daşıyıram. Mən tendensiyanın hara getdiyini eləyirəm. Amma bir siyasi partiyadan, bir yaradıcı ittifaqdan, mən bir dənə, mənim üçün fərqi yoxdur. Mən nəyə görə bayaq deyirəm? Bu nə idi? Qorxuydu həmin kəsimdən? Yox, məsələ Şimşəyi üzərinə burasındadır ki, yox, çəkməsin. mənim yanaşmam budur ki, hər kəs öz fikrinin müdafiəçisi olur. Görürsünüz, mən qətiyyətlə öz fikrimi, bax, indi yeni kitabım çıxacaq, yazıram, mən öz fikrimi müdafiə edirəm. Pənah bəyin qarşısında ya başqa bir oponent, dostların, o birinin qarşısında öz fikrimin doğruluğunu sübut eləməyə çalışıram. Mən niyə geri çəkilməliyəm? Mən öz xalqımın, əgər hiss eləyirəm ki, bu təhlükəyə çevrilir, əgər xalqım üçün bu din təhlükəyə çevrilirsə, xalqım üçün hansısa bir sosial gərginlik təhlükəyə çevrilirsə, hansısa bir düşmən təhdidi təhlükəyə çevrilirsə, mən bunu söyləmək məcburiyyətindəyəm. Yəni, demək istədiyim odur ki, mən razıyam ki, müəyyən şeyləri biz indi dəyərləndirmədə bir qədər ehtiyatlı olmalıyıq. Amma elə şey var ki, biz görürük ki, bu tendensiya yaxşıya doğru getmir. Çevrəmizə baxırıq, baxırıq bu ölkələrin yaxın tarixinə. Azərbaycan o tarixə uyğun gələn bir formatda artıq yönəlməkdədir. Biz bunun qarşısını almalıyıq. Və o baxımdan mən hesab edirəm ki, biz müəyyən mənada məktəbin müqəddəsliyini qaytarmalıyıq. Universitetin müqəddəsliyini qaytarmalıyıq. Müqəddəs deyəndə yada birinci, hansısa ibadət yerindən daha çox təhsil yeri düşməlidir. Ya biz yeni cəmiyyətik, modern cəmiyyətik. Söhbət ocaq olaraq mən nəyə deyirəm? Bax, bir cəmiyyətin dəyəri əgər bir molladırsa, müqəddəsləşdirdiyi, yaxud da bir alimdirsə, bu fərqdə cəmiyyəti görə bilirsən. Cəmiyyət kimin dalınca gedir? Məncə mollanı alimə qarşı qoymağa ehtiyac yoxdur. Yox, var ehtiyac. Niyə ehtiyac var? Məsələn, deyək ki, düşüncə həyatını dəyişdirən, insanları tərəqqiyə gətirən, məsələn, bu Azərbaycanın olması önəmli deyil. Mən, məsələn, ən böyük hörmət elədiyim şəxsiyyətlərdən biri bilirsiniz kimdir? Aleksandr Osipoviç Yerniyevski. Malakan vətən dili dərsliyi yazmış, Qori müəllimlər seminariyası açmış, Azərbaycan insanlar şəxsiyyət qazandırmış bir adam. Mən bu yaxında bir 2 ay dövlət şəkillərdən gələk qarşısına alaq. Rəsulzadənin arxasınca gedən insanlar, Səttarxanın arxasınca gedən insan fərqli insandır. Səttarxanın apara biləcəyi məntəqə bəlli. Vətənpərvər, fədakar, amma bilgisiz. Məhəmməd Əmin Rəsulzadənin apara biləcəyi məntəqənin sonu Azərbaycan dövlətidir. Amma Səttarxanı da Məhəmməd Əmin Rəsulzadəyə qarşı qoymayaq da. Yox, qoymuruq. Hər birinin öz yeri. Biz deyirik ki, amma biz bu fərqi göstərməliyik ki, ay millət, Səttarxanın arxasınca yox, meydan hərəkatında da biz bunu gördük. Ziyalının arxasınca gedəndən, populistin arxasınca gedən, doğru sözü söyləyəni, fitləyən cəmiyyəti biz yaşamışıq, görmüşük. Və ona görə də indi bundan sonraki mərhələdə biz bu səhvi təkrar eləyək. İndi mən bir şey başa düşmədim. İndi bizi tənqid edən məntiqsiz bir yanaşma görürəm. Yəni biz demək araşdırmasın, araşdırsınlar. Biz deyirik ki, məsələ niyə araşdırılmır deyə sual çıxır ki, yəni yox, araşdırsınlar. Bu müvafiq qurumlar var. Adam götürsün, özü şikayət yazsın, ərizə yazsın hüquq mühafizə orqanlarına ki, filan vətəndaş televiziyada bu çıxış eləyib də vətənpərvər deyil. Götürsün, yazsın, bu məsələni araşdırsınlar, ona da cavab versinlər. Söhbət nədən gedir? Mən sadəcə siz indi sual verdiniz ki, mövzunun aktuallığı, hər bir şəxs üçün, mənim üçün, məsələn, mən mövzunun aktuallığını daha strateji baxıram. Yəni, bu belə epizodlar çıxacaq. İndi, məsələn, mən sizə bir şey deyim. Bir müğənni də çılın-çırpaq çıxmışdı, xalq artisti oxuyur. İndi bunu da mənə sual verəcəklər ki, məsələn, faciəsi nədir? Əlbəttə, mən... Niyə vermədin? Sən mədəniyyət xamçəsi. Yox, mən əvvəl. Birbaşa sizin sahib. Söhbət nədən gedir? İndi mən buna da reaksiya verməliyəm. Yaxud bir aparıcı ağzından bir söz buraxdı, mən buna da... Söhbət başqa bir şeydən gedir ki, yəni bunlar cəmiyyətin müzakirə elədiyi mövzular olsun. İnsanlar buna etirazını bildirsinlər, narazılığını bildirsinlər, araşdırma başlasın. Mən sadəcə bir cəmiyyət həyatını özü üçün təhlil edən insan kimi, biraz az-çox təcrübəsi olan, bu proseslərin içindən keçmiş insan kimi istəyirəm ki, cəmiyyətimiz daha vacib bir istiqamətə yönəl. Hansı təhlükələr bizi gözləyir? Bu təhlükələrin, deyək, yanında
bu Şəruli İsfəndiyar obrazı, yaxud da onun açıqlamaları, bu artıq yüzlərlə məhkəmə prosesi olub, DTX ilə bağlı, başqa qurumlarla bağlı, MTN, keçmiş MTN ilə bağlı məhkəmə prosesi olub, yüzlərlə Hacı Məmmədovun dəstəsi ilə bağlı, yüzlərlə məsələlər açılıb ortada, bir təlatüm yaradan məsələlərdir. Aradan qalxmaq. Mən söhbət ondan gedir ki, mən bu günləri daha çox indekslənirəm o məsələlərə ki, o Azərbaycan cəmiyyətinin sabahları Əfqanistanlaşmasına, İranlaşmasına, yaxud da hansısa bir təhlükəyə yönələn məsələlərdir. Mən buna daha çox təhlükə kimi baxıram. Yəni nə baxımdan? Çünki biz görürük tendensiya yaxşı istiqamətə getmir. Və bunu biz dilə gətiririk. Pənah bəy də o birini dilə gətsin, başqası da onu dilə. Pənah bəyin ən azı elə bir səlahiyyəti yoxdur. Siz də millət vəkili o baxımdan soruşurlar. Bilsiz nətərdir? Bizim baxışlar fərqli ola bilər. Amma o da cəmiyyətin gələcəyi üçün narahatdır. Mən də, siz də. Övladınız var, yaxınlarınız var. Mən sizə bir şey baxış bucağımız fərqli ola bilər. Mən daha çox təhlükə biraz daha fərqli bağ. Məsələn, Türkiyə üçün tutaq ki da, təhlükə başqa şeydə görürük. Məsələn, deyək ki, indi bu günləri diqqət eləyirsinizsə, dünyada hər gün sürpriz yarada biləcək bir Amerika Birləşmiş Ştatlarının prezidenti var. Yeni bir tezis atır, söz atır. Dünyanın bir sistemini dəyişməyə yönələk bir açıqlamaları var. Ya hər bir şey bizi elə bir silkələyə bilər, elə bir zəlzələ yarada bilər ki, dövlət olaraq biz bütün günü narahatçılıq içində qala bilərik. Məni narahat edən daha çox budur. Yəni daxildə deyək ki, bu neqativ hallar, başqa məsələlər üzərinə gedilməlidir, araşdırılmalıdır, cinayətkarlar tapılmalıdır, cəzalanmalıdır. Bunlar başqa məsələlər. Bunu eləsinlər. Bunu müvafiq orqanlar var. Mənim əlimdə sanksiya yoxdur ki, bunu eləyim. Yəni söhbət ondan gedir ki, biz daha çox o tendensiyanı cəmiyyətə göstəririk ki, daha çox diqqətinizi bu məsələlərə, təhlükə buradadır. İndi bunu yaradıcı adamlar görür. 3-4 mən baxdım, insanların etirazını gördüm ki, yəni bu sabah qorxudulur, insanların gözü qorxudulur, ziyalının gözü qorxudulur, alimin gözü qorxudulur. Alim artıq kütlənin qorxusundan, qaracıruhun qorxusundan, kiminsə təzyiqin qorxusundan normal fikrini ifadə edə bilmir. Bu fikir ümumi cəmiyyətin tendensiyasına uyğun olmasın. Amma cəmiyyət üçün faydalıdırsa, bir yazısının bir yazısı, əsəri faydalıdırsa, bunu indidən qabağını alanda Azərbaycanda sabahları necə yetişəcək Çingiz Aytmatov, necə yetişəcək, deyək ki, Faulkner yaxud da Salinger, kim yetişə bilər? Bu filmlə bağlı məsələ bir etirazdır, məsəl üçün ki, insanlar məsəl üçün hesab edirlər ki, bizim bölgənin adını belə bir şeylə, bizim rayonun adını belə bir şeylə, qəsəbənin adını belə bir şeylə hallandıra bilməzsiniz. Bu biri etiraz isə iş adamınadır ki, sən məscidi söküb yerində məktəb tikə bilməsən, get məktəbi başqa yerə. Bu bizim cəmiyyətin hələ də bəzi məsələlərlə bağlı soyuqqanlı olmadığını göstərir. Bu etirazın forması var. Danışıb susmaq olmamalıdır. Etiraz siz cəmiyyətə elə bir tutmusunuz ki, hamı dindar olmalıdır, belə şey yoxdur. Hamı deyək ki, bürünməlidir, belə şey yoxdur. Kim istəyir bürünsün, kim istəyir bürünməsin. Əxlaqın meyarı bu deyil bizim cəmiyyətdə. Bizim cəmiyyətdə konstitusiya ilə idarə olunan bir cəmiyyət var. Etirazın forması var. Etiraz mədəniyyət çərçivəsindən kənara çıxmamalıdır. Hüquq çərçivəsindən kənara çıxmamalıdır. Çıxmır məncə. Məsələ burasına çıxır. Necə çıxmır? Yəni bu söhbət ondan gedir ki, yəni bu sabahları bunun birinci bölüncü linçdir, sabah terrordur. Sabah öldürmədir, budur da. Yəni bu doğru, ona doğru gedəndir. Ya ailə cinayətlərinə siz baxırsınız, adam boşanıb gedibdir, 10 ildən sonra türmədən çıxır, gəlir arvadını öldürür. Və sən boşanmısansa, pis idisə, bunu niyə boşanmısan? Söhbət ondan gedir ki, yəni bunun mədəni yolunu, hüquqi yolunu sınaqdan çıxartmır. Yəni bu çəkə məşhəddə də bu belədir. Ona görə də hansısa forma təzyiq. Məsələn, indi biz baxaq, onda biz Azərbaycanın heç bir yeri ilə bağlı, məsələn, mən deyirəm Naxçıvanda tutaq ki, əslində Naxçıvanda heç bir cinayət ola bilməz. Heç kimi öldürənməz. Gülərlər də. Nə olsun ki, Naxçıvanda 100 dənə mədəni insan var, 5 dənə də kriminal var. Bunu deməyin. Ya bunu artıq bölgəni müqəddəsləşdirmək, ya hansısa bölgədə hansısa bölgədə neqativ halsa, əxlaq dışında bir münasibətlər yoxdur. 100 məhkəmə prosesini gətirin, arayın. Hamısında yüzlərlə məsələ çıxır. Yəni söhbət ondan gedir ki, bu formalar bir də epizod, 2 epizod, 3 epizod bunu artıq ənənəyə çevriləndə və bunu da müəyyən dərəcə cəmiyyət laqeyd qarşılanda və yaradıcı insanlar da ən böyük qınanlası budur. Yaradıcı insanlar da öz yaratdığının müdafiəsində durmayanda Mirzə Cəlilin dalında dövlət var idi. Onu da qoçular göndərdilər, gedib Tiflisdə öldürməyə də. Molla Nəsrəddin təxirə sardı, buraxmırdı. Və Axundovu 100 dəfə hədələyirdilər, yazmırdı. Söhbət ondan gedir ki, düşüncə adamı, yaradıcı adam da cəsur olmalıdır. Və arxasında Azərbaycan dövləti var.
Ola bilsin ki müəyyən Məşhur laqeydliklə şairimiz qarşılaşır. nədir? Amma qoruma Deyir, öz haqqını qorumalıdır. kişilər yəni bir cür olmur da, atam balası, qorxağı var, gidib. Əlbəttə olsun, amma Ona görə onu da bəstəliyə baxma. Hamıdan da qəhrəmanlıq tələb yox, eləmək çətin. qəhrəmanlıq söhbəti O deyil. president Amma ola siz bilər bəy deyir cəmiyyətin, ki, və biz artıq- cəmiyyətin bugünkü vəziyyətini mən sizə yenə o təhlükəni nəyə görə deyirəm? Yaxın tarixdə gördük ki, başqaları gözləmir. İndi Türkiyənin özündə gedən proseslər müəyyən mənada bizi də narahat eləyir. Narahat edir çünki biz istəmirik, qardaş ölkə içində bir çalxalanma istəmirik. Başında Suriya problemi var, oradan başqa Türk dünyası ilə bağlı problem var. Hansısa bir şəkildə daxildə baş qarışması bizdə yaxud da başqa yerdə baş verən hadisələrə reaksiyasının ləngiməsi demək olacaqdır. Biz ona görə də hamısının narahatçılığını keçiririk ki, biz bu mərhələni də normal keçə bilək. Dünya dizaynı artıq pozulub. Çinlə Amerika arasında olan savaş ki, onun bir şapalağı, onun bir rüzgarı bizi də mütləq silkələyəcəkdir. Və bu silkələyəndə biz indi müəyyən hüquqi standartlarla bəzi dövlətlərlə münasibət qurmuruq ki, bəzisinə neft də veririk, bəzisinə qaz da veririk, müəyyən öncəlik veririk, bəzini iqtisadi cəhətdən bizə sərf eləmir, amma həm də siyasətimizi bundan tənzimləyirik. İndi orada başlasan hüquqi detallar axtarmağa ki, biz gərək bunu hamısının qəpik-qəpiyinə olduğu kimi verək. Dünyada qəpik-qəpiyinə olduğu kimi eşkim-eşkimdən ticarət eləmir bu dəqiqə. Yəni siz diqqət eləyirsinizsə, Qrelandiya deyib, Amerika deyəcək, buraya əl qoyuram. Yəni sabah Qrelandiya olmasın. Desin ki, mən Qafqaz dağına əl qoyuram. Belə götürəndə normal Rusiya deyib ki, Rusiya deyir Ukraynaya əl qoyuram. Amma onlar edəcək ki, bizim də əl qoyulası Başa düşdüm, əl qoyular. Rusiya deyib ki, Ukraynaya əl qoyuram. Yaş Krıma əl qoydum, başa düşdüm. Və Donbasda, Luganskda niyə əl qoyursan? Yəni dünya Söhbət ona görə də biz bu təhlükələri görə daxildəki bəzi detallar təbii ki olmalıdır. Amma bu həyati məsələ deyil bizim üçün. Həyati məsələ ölkəmizin təhlükəsizliyidir. Bunun üzərində cəmiyyəti biz razıyam. Tamaşaçılarımız soruşur ki, elə Fatihə İrandan danışmışkən, İran-Amerika müharibəsi onun fikrincə gözləniləndirmi və bu bizi hansısa formada sarsıdacaqmı, yoxsa biz bundan ümumiyyətlə İranla normal qonşuluq münasibətdən bir mənalı tərəfdarıyıq. Çünki böyük qonşular, güclü qonşularla normal səviyyədə münasibət qurulmalıdır. İqtisadi münasibətin olması da çox bizim üçün zəruridir. Təbii ki, İrandan atılan müəyyən addımlar vardı. İndi bundan biraz geri çəkilmələr varsa, bizlər buna çox müsbət yanaşırıq ki, münasibət normallaşsın. Hər halda bütün hallarda Amerikanın İrana vurduğu zərbə həm də bizə dəyən zərbə olacaqdır. Niyə? Qaçqın dalğası olsa əziyyətini biz çəkəcəyik. İqtisadi münasibətlərimizə böyük zərbə olacaqdır. Və qonşuda bir yanğın olanda bizim o tüstüsü ən azı, özü yanğın gəlməsə, tüstüsü bizə bir mənfi təsir eləyəcək, boğula bilərik. Ona görə də biz çalışmalıyıq ki, bu müharibə olmasın. İran da ağıllı siyasət yeridərək Amerika ilə dil tapıb məsələləri öz məcrasına qoymalıdır. Yəni artıq bu standartlarda deyək ki, dayan doldurumla İsrailə 5 dənə raket atmaqla sən İsrailə bir şey təsir eləyə bilmirsən. Amma normal mədəni bir dövlət qurmalısan, təhlükəsiz dövlət qurmalısan. Bilirsiniz nətər, bəzən o dindarlar məsələsində olanda bəzən qınayırlar ki, bizi qısnayırlar, bizi xaricdən falanlar. İnsan özü başqasını qorxutmamalıdır. Yəni mən salamat bir adam, hamı baxır ki, bu salamat adamdır, mömin adamdır, heç kim toxunmur. Dövlət də elədir. Dövlət elə siyasət yeritməli. Məsələn, Azərbaycan dövləti nəyə nail oldu? Müəyyən uğur qazanmanın əsas səbəbi nədir beynəlxalq arenada? Başqasını qorxudacaq dövlət kimi ortaya çıxmadı. Yəni mən qonşu üçün təhlükə deyiləm. Ermənistan niyə bu vəziyyəti çəkdi? Qorxutdu hamını. Yəni bir balaca, çırpılı bir ölkə dedi, mən torpaq tutmalıyam, işğal eləməliyəm. Ona görə də İran qorxutmamalıdır bölgəsini. İran artıq özünün mədəni, normal bir ölkə olduğunu, öz sinirləri daxilində adam kimi öz vətəndaşını yaşadığı bir ölkə olmalıdır. Bizə də bu sərf eləyir. Yəni biz İrandan nə torpaq iddiamız var, nə İrandan problemimiz var. Biz sadəcə İrana deyirik, soydaşlarımız var, təbii onlar bizim can ciyərimiz. Mədəni haqqını ver də, məktəb demir, məktəbini aç da. Bu ana dilində oxusun da. Onsuz da dövlətin bütün sütunlarında Azərbaycanlılardır. Elə orada da əslində İran rejimində qoruyan Azərbaycanlılar da əksəriyyəti. Və bu sistemdə sənə nə ziyanı var adam özü? Prezident öz dilində bir şey deyir, onu məsələn bir hansısa bir formada mane olursa. O olmaz belə şey. Yəni bunlar ona görə də İran da mədəniləşməlidir əvvəl-axır və bu Amerikanın təhlükəsi də ən böyük bizə olan təhlükədir. Çünki qonşuya olan Suriyada bir müharibə oldu.
ziyanı ən çox kimə dəydi? Türkiyə 5 milyon, 6 milyon Açıq insanı barındırmalı oldu. İndi də onu demək ağızlığından qutara bilmir.